zilin nəfəsi Bakı küləyində, o sözlər yenə də yaşayır dilimdə. Keçmişlə gələcək bir körpü saldıq, bir Turan ruhuyla birlikdə qaldıq. Bəkir Çobanzadə Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxumuşdur. İlk Ümumittifaq Türkologiya Qurultayının təşkilində fəal çalışmışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dilçilik kafedrasına və bütünlükdə Filologiya fakültəsinə rəhbərlik edən professor Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev kimi nəhəng dilçi alimlər Dilçilik kafedrasının aspirantı olmuş, burada elmi pedaqoji fəaliyyətlərinə başlamışlar. Hənəfi Zeynallı 1930-cu ildə Ali Pedaqoji İnstitutun Azərbaycan Ədəbiyyatı Tarixi kafedrasının dosenti olub. Azərbaycan Dövlət Nəşriyyatının yaradılmasında yaxından iştirak edərək nəşriyyatın baş redaktoru olub. Azərbaycan folklorunun toplanmasında, tədqiqində mühüm xidmətlər göstərib. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun ədəbiyyat bölməsində folklor şöbəsinə rəhbərlik edib. Sovet Sosialist Respublikaları İttifaqı Elmlər Akademiyası Azərbaycan filialının Dil və Ədəbiyyat şöbəsinin müdiri olub. Vasiliy Vladimiroviç Bartolt, Şərqşünaslıq məktəbinin banilərindən biri kimi İslam dini tarixinə dair əsərlərində Ərəb və Qərbi Avropa alimlərinin İslam dininə münasibətlərinə tənqidi yanaşaraq, bu din haqqında geniş material toplayıb, dinin yaranması, yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoyub. Kitab-ı Dədə Qorqudu rus dilinə tərcümə edib, qədim türklərin tarixini araşdırıb. 1917-ci ildən Müsəlman Dünyası jurnalını nəşr etdirib. Birinci Türkoloji Qurultayın aparıcı nümayəndələrindən biri olub. Nikolay Aşmarin Qazanda Tatar məktəbində Tatar dilindən və müəllimlər seminariyasında coğrafiyadan dərsləyib. 1917-ci ildən Şimal-Şərq Arxeologiya və Etnografiya İnstitutunda Çuvaş və Tatar dilləri professoru kimi çalışıb. Çuvaş Xalq Maarif İnstitutunda Çuvaş dili üzrə nəzəri kurs tədris etmişdir. 1925-ci ildə elmlər doktoru olub. Şərqşünaslıq İnstitutunun Çuvaş bölməsinin professoru vəzifəsində çalışıb. Cabbar Məmmədzadə İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dilini tədris edərək dərsliklər yazıb. Daha sonra Azərbaycan Pedaqoji İnstitutunda çalışaraq dilçiliklə bağlı araşdırmalar aparıb. Azərbaycan dilinin tədrisi metodikasının müəllifidir. Dil və ədəbiyyat üzrə elmlər namizədi və professor, elmlər doktoru adına layiq görülüb. Cəlil Məmmədzadə 1922-ci ildə yeni türk əlifbası dəstiyini hazırlayanlardan biri olub. O, Xalq Maarif Komissarlığının müavini, Maarif və Mədəniyyət jurnalının baş redaktoru, Ali Pedaqoji İnstitutda direktor, Pedaqogika fakültəsinin dekanı vəzifələrində çalışıb. Azərbaycan Maarif Komissarlığı Sənət və Ali Məktəblər müdiri Cəlil Məmmədzadə birinci Türkoloji Qurultayın təşkilatçılarından biri idi. Mandat komissiyasının sədri də onu seçmişdilər. Mustafa Quluyev 1922-1926-cı illərdə Azərbaycan Sovet Sosialist Respublikası Xalq Maarif Komissarı, Maarif və Mədəniyyət jurnalının redaktoru olub. 1924-cü ildən Azərbaycan Pedaqoji İnstitutunda müəllim işləyib. 1928-1929-cu illərdə yenidən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsində çalışıb. Pənah Qasımov 1925-ci ildən sonra Azərbaycan Sovet Sosialist Respublikası Xalq Maarif Komissarının müavini olub. 1929-cu ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru, Ali Pedaqoji İnstitutun direktoru vəzifələrində çalışıb.
1920-1928-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikası Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri olub. Hüseyn Musayev müxtəlif təhsil ocaqlarında müəllim, Maarif şöbəsinin müdiri, Xalq Maarif komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda direktor işləyib və 1933-cü ildə Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olub. 1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunub. Şərif Manatov Türkiyə Komünist Partiyasının qurulmasında iştirak edib. 1923-cü ilin mart ayından etibarən Daşkənd Dövlət Universitetinə, 1923-1925-ci illərdə Başqırt Xalq Maarif Komissarlığı Akademik Mərkəzinə rəhbərlik edib. Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin Nəşriyyat şöbəsinin müdiri və Azərbaycan Pedaqoji İnstitutunun rektoru olub. Qırğızıstan Pedaqoji İnstitutunda ümumi tarix üzrə mühazirə oxuyub. Abdullah Tağızadə Maarif Nazirliyi yanında yaradılan Əlifba Komissiyasında yaxından fəaliyyət göstərib. 1922-ci ildən Azərbaycan Xalq Maarif Komissarlığının Məktəbdən Kənar Tərbiyə İdarəsinin müdir müavini olub. 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsində çalışıb və komitənin rəhbərlərindən biri olub. Qədim Türk dilləri, müxtəsər üslubiyyat kitablarının müəllifidir. Ali məktəblərdə qədim türk dilləri fənnindən mühazirə oxuyub, institutda dilçilik və terminologiya şöbəsinin müdiri işləyib. Müseyib İbrahimoğlu İlyasov 1884-cü ildə Laçının Oğuldərə kəndində anadan olub. Minkənd kəndində və Şuşa şəhərindəki Rus-Tatar məktəbində təhsil alıb. Qori müəllimlər seminariyasında oxuyub. Bakı və Quba məktəblərində müəllim işləyib. Türkoloji qurultayın nümayəndələrinin siyahısında milliyyəti Kürd olaraq göstərilir. 1931-ci ildə Zəngəzur Qəza Xalq Maarif şöbəsinin müdiri vəzifəsində çalışıb. Xalid Səid Xocayev dünya türkologiyasında ilk dəfə Mahmud Kaşğarinin Divani Lüğəti Türk əsərini dilimizə tərcümə edib. Dilçiliyimizdə üslubiyyata, müqayisəli qrammatikaya, dil tarixinə dair ilk dərsliklərin müəlliflərindəndir. Türk dillərinin müqayisəli qrammatikası, müxtəsər üslubiyyat kimi əsərləri nəşr olunub. Birinci türkoloji qurultayın keçirilməsində ən aktiv iştirak edən dilçilərdən biri olub. Aleksandr Nikolayeviç Samoyloviç Şərq Dilləri İnstitutunun rektoru və SSR Elmlər Akademiyasının həqiqi üzvü, Akademiyanın Humanitar Elmlər bölməsinin akademik katibi olub. Krım, Volqaboyu, Şimali Qafqaz, Orta Asiya, Qazaxıstan və Altay dağlarında folklor dili sahəsində tədqiqatlarda iştirak edib. SSR Elmlər Akademiyasının Şərq Dilləri İnstitutunun direktoru, Leningrad Universitetinin türkşünaslıq professoru olub. Əziz Salihoğlu Ubaydullin 1-ci Ümumittifaq Türkoloji Qurultayının 2-ci iclasında tarixi və elmi əhəmiyyətinə görə bu gün də türk xalqlarının, xüsusən Azərbaycan türklərinin müasir tarixşünaslığının təməl tezislərini və icmalını əks etdirən məruzə ilə çıxış etmişdi. 1927-ci ildə Özbək xalqının mənşəyi problemi mövzusunda doktorluq dissertasiyası müdafiə edib, professor elmi adı alıb. Azərbaycan tarixinin yazılmasında iştirak edib.